Hamıya salamlar. Həvəskar şair bir şeirində deyir ki, gəl sənə həsrətdən bir şeir yazım. Gəl sənə həsrətdən bir şeir yazım. Hər sətrində bir ürək qırıqları var. Oxusan ürəkdə sakitcə oxu, deyirlər yerində qulaqları var. Nələrdən danışım, nələrdən yazım. Mən yaşadıqlarım şeirə sığmaz. Heç özümü demirəm Allaha xatir, sevən sevdiyini bir dəfə yığmaz. Demirəm cavab yaz, sadəcə oxu. Eybi yox cavabsız qoysan da olar. Mən bunu yazanda gözlərim doldu, görəsən oxuyanda gözlərin dolar. Qələmim fərqlidir, xəttim seçilən, sözlərim şeirdə anlaşılandır. Ömür dəftərində sənsiz kesilən, bax gör nə qədər boş varaq vardı. Sənsiz bu ürəyim nəyimə lazım? Satdığa qoymuşam vitrindədir. Bir yetim uşağın şalvarındakı yamaqlar şairin ürəyindədir. Görəsən şeirim nə dəyərdədir? Bəlkə də ovucunda əzib atırsan. Ya da ki balaca bir uşaq kimi oxuya-oxuya sən də yatırsan. Sən yoxsan günəş də isitmir məni. Sən yoxsan günəş də isitmir məni. Yayın ortasında tir-tir əsirəm. Cavabı olmayan bu şeirimdə hərflər arası əsir yesirəm. Hərflər arası əsir yesirəm. Sağ olun dostlar.